Burada sual verirlər, deyirlər, Fatimə aleyhissalamın qatili kimdir? Heç kəs. Fatimə radiyallahu anh öz əcəllə öldü, özü öldü yəni. Aydındır. Düzdür, deyirlər ki, minbir gecə, düzdür, minbir gecədə yoxdur, ya da Məlik Məmməddədir. Bilmən, var orada. Aydındır. Gör ki, yəni, Əbu Bakır xəlifə olanda, sakit. Gör ki, Əbu Bakır xəlifə olanda Öməri göndərir ki, get əlini yana, əli nəsə, yəni, qəbul eləmək istəmir bizi. Və Ömər ibn Xattab deyir ki, psa yeyirəm. Gedir, gör ki, qapını döyəndə, gör ki, Fatimə, Əli ibn Əbi Talib olay evdə, Fatimə çıxır qapıya. Yəni, aydındır ki, kişi, yəni, İslamla yox, hətta adətlə də, əgər kişi evdədirsə, kişi çıxar qapıya. Aydındır, İslamda təbii ki, aydındır. Və gör ki, Fatimə radiyallahu anh qapını açmaq istəyir və Ömər ibn Xattab bir dənə təpi vurur qapıya. Yox, yəni, belədir, yəni, belə deyirlər. Yəni, gör ki, Ömər ibn Xattab qapıya vurur bir dənə təpi, Fatimə radiyallahu anh hamilə olur gör ki, və hamiləlikdən, yəni, itirir hamiləni və belə nağıllar. Və sonra gör ki, ölür ondan. Yox, bu nağıldır, qardeşlər. Yəni, danışanda, qardeşlər, danışanda ağıl da Allah subhanət hala verib. Necə bu belə şey eləyə bilər? Yaxşı, Əli ibn Əbi Talib onda neynədir? Yəni, oturub orada baxırdı hadisəyə. Yəni, və sonra Ömər ibn Xattab xəlifə olanda Əli ibn Əbi Talib radiyallahu anhu öz qızı Fatimədən Ümmü Kulsumu verdi Ömərə. Yəni danışanda biraz belə şey nağıl damsı. Fatimə radiyallahu anha xəstə oldu, Peyğəmbər salsın vəfatından sonra 6 ay xəstə yatdı və sonra vəfat elədi. Heç kəs onu öldürməyib. Əli ibn Əbi Talib əslən qoymazdı, kimi öldürə bilər? Hə? Yəni Əli ibn Əbi Talib belə aciz idi. Yəni belə deyən Əli ibn Əbi Talib aciz görür.